1954-cü ildə Zəngəzur mahalı Gorus rayonunun Şurluq kəndində anadan olmuşam. 1960-cı ildə Şurluq kəndi orta məktəbinin 1-ci sinfinə getmişəm. 1970-ci ildə 10-cu sinfi bitirmişəm və 1971-ci ildə indiki Azərbaycan Pedaqoji Universitetinin Kimya Biologiyası fakültəsinə daxil olmuşam. 76-cı ildə həmin fakültəni bitirmişəm və təyinatla Şuşa şəhərində müəllim kimi işləməyə getmişəm. Bu faciə dövründə mən də orada olmuşam. Demək, baxmayaraq ki, Sumqayıt şəhərində yaşayırdım. Amma bu faciə ümumi faciə idi, kəndin faciəsi idi, bütün Azərbaycan xalqının faciəsi idi. Ona görə də mən özümə borc bildim ki, demək, 1988-ci ilin noyabr ayında Şurluq kəndinə gedim və orada ən azından belə deyək də, kənddən cəmaatın çıxmasının, təhlükəsiz şəkildə çıxmasının heç olmasa bir balaca təminatçısı olum. Və getdim, kənd tam çıxana qədər mən orada oldum və orada bəzi şeylərlə şahid oldum. Cəmaat inanmırdı ki, bu 70 ildə bu faciə, belə bir faciə olar. İnanmırdı hamı. Məsələn, gedirdi, itin bağlayıb, gedirdi ki, onsuz da gələcəm. Toyuğu salırdı, hinə gedirdi ki, onsuz da gələcəm. Məsələn, bizim özümüzdə yadıma gəlir, atam qapıları bağladı, açar da qoydu bir yerə, dedi, bu belə getməz, onsuz da qayıdacaq. Amma buna baxmayaraq, bu illərlə ermənilərin hazırladığı bir plan olub və bu planı da 1988-ci ildən başlayaraq yerinə yetirdilər. Həmin dövr mənim gözümün qabağındadır. Yadıma gəlir, 88-ci ilin noyabr ayında maşınla yüklü biz getdiyimiz yerdə 2 erməni maşını bizim qabağımızı kəsmək istədi. Lakin bizim fəallığımızın, şoförlə mənim fəallığımızın nəticəsində biz orada sağ-salamat çıxıb, demək, Qubadlı rayonuna kimi gələ bildik. Mənim yadımdadır, Maarifin müdürü vardı, qadın idi. İyun ayının 26-sı idi, məni çağırdı, 25-26-sı idi, çağırdı məni yanına. Dedi ki, müəllim, dedim, buyurun. Dedi ki, Şuşa rayonu üzrə bir nəfər Azərbaycanlı da qızıl medal almıyor. Amma o vaxtı Daşaltı kəndi vardı, hansı ki, indi məşhur bir Daşaltı kəndidir. Orada bir 15-20 erməni evi yaşayırdı. Burada da orta məktəb evi. Dedi, orada bir dənə qız var, məktəb direktorunun qardaşı qızı. Buna qızıl medal verirlər və deyir, bu açıq deyirəm, deyir, bu söhbət burada da qalacaq. Dedi, burada da qalacaq. Dedi, bu mənə çox pis təsir edir ki, 5 imtahanın 5-də də mən buradan oraya komissiya göndərmişəm. Onlar hamısı gedib 5 verib gəlibdir. Dedi, bəlkə mənlə sabah gedək, o qızın real qiymətini bir müəyyən eləyək ki, oradan da bu 5-ə layiqdir. Dedim, gedir. Sabahı gün getdik, kimya imtahanı idi. Doğrudan da yoxladı, imtahan gəldi, yoxladıq, gördük, heç bu 3-ə layiq də bilmir. Mənim təşəbbüsümlə, Maarif müdürünün təşəbbüsü ilə, baxmayaraq ki, onlar demək, istədilər ki, doğrudan da bu uşaq ilə 5 alıb qızıl medal alsın. Bizim təşəbbüsümüzlə mən dedim, bunun qiyməti 3-dən artıq deyil, istəyirsiniz, harada istəyirsiniz, yoxlatdıraq. 2-dir dedim, amma 3 vermək olar. 3 verdik və o medaldan kəsildi. Mənə çox pis təsir edir. Mən o qədər pis təsir edir ki, yəni bu cür orada doğulub, demək, yaşadığım bir kətdə, demək, yarı hissəyə ayrılıbdır. Yarısı ermənilərdə, yarısı bizdə və erməni həmin yerdə də o bizə verilən hissədə də erməni yaşayıb. Və bu gün onlar çıxanda o evləri yandırdılar, çıxdılar. Və bu gün mən gedə bilərəm. Amma bu gün mən gedib, bu qəbirstanlığa gedib də ki, ölülərimizi ziyarət eləyə bilməyəcəmsə, mən ora niyə gedim ki? O mənə gedəndə daha pis təsir edir. Ona görə də getmək istəmədim. Demək, mən 2 şey şahid olmuşam. 1980-ci ildə bir tədrisli doğma kəndimizdə mən həm hərbi hazırlıq müəllimi, həm də kimya müəllimi işləyirdim. Həmin dövrdə demək, hərbi hazırlıq müəllimləri üçün bir günlük bir kurs təşkil eləmişdilər. Bu Gorus rayonunda idi. Hamımıza məlumdur ki, Ermənistanın, yəni Qərbi Azərbaycanın Leninakon, bir də Gorus rayonu daşnaq yuvası adlandırırdılar. Bizim qonşu kənd vardı, Kürdük kəndi. Oranın hərbi hazırlıq müəlliminin maşını vardı. Bu maşınla ikimiz getdik Gorusa və məlum oldu ki, bu demək, tədbir Gorusda yox, Dıq kəndində, Gorusun Dıq kəndində aparılacaq.
Biz getdik, oradan bir 25-30 hərbi hazırlıq müəllimi, rayondan bir neçə nəfər adam getdik orada onların təcrübəsi ilə. Çox maraqlı bir şeydir. Mən erməni dilini başa düşürdüm, bir danışa da bilirdim az. Mən gördüm ki, bir tədbir qalıb qıraqda, bunlar hələ o dövrdə, 80-ci ildə demək, Qarabağ məsələsi, Erməni-Azərbaycan məsələsi haqqında danışmaq istəyirlər. Danışırlar daha doğrusu. Mən çox pis oldum və mənlə gedən erməni də gördü ki, mən pis olmuşam. Məni vurdu, belə-belə, qıçamdan belə vurdu, başı ilə mənə işarə elədi ki, çıxaq çölə. Çıxdıq çölə, oturdu maşına kodladı, mən də bunun yanında çıxdıq, gəldik və orada bir şey dedi. Dedi ki, müəllim, burada çox bir şey, pis şey ola bilərdi. Ona görə də mən istədim ki, biz burada qalmayaq. Şamil eləməyək, dedi. Eləməyək də, deyir, mən də erməniyəm, amma deyir, mən sizin çörəyinizlə mən böyümüşəm, şurluqu ilə, demək, Kürdük kəndi, qonşu kənddir, bir-birimizin xeyrinə də getmişik, şərinə də getmişik. Ona görə o məni oradan çıxartdı, gətirdi. 1973-cü ildə Poeziyadan Kafan rayonundan Bakıya gəlirdilər, tələbə edim. Bakıya gəlirdim aprel ayının 24-də. Vağzala gəldim, gördüm ki, bir qrup erməni, Qurtqalaq kəndindən olan bir Azərbaycan alıblar araya, bunu döymək istəyirlər. Biz müdaxilə elədik, mən və bir nəfər müdaxilə elədik. Düzdür, burada yalan deyə bilmərəm. Yaşlı ermənilər də burada müdaxilə elədi. Biz o hadisəni belə deyək də, yəni gördük. Mən həmin gün vaxtdan görürdüm, əvvəl də görürdüm. Kənddə yaşayanda da görürdüm ki, özlərini düşünürdü. Özlərini bir məzlum xalq kimi belə deyək də, məzlum bir tayfa kimi qələmə versələr də, amma yeri düşəndə bunlar bir canavara çevrilirdi. Ona görə də mən bu hadisəni də belə deyək də, mən öz şahid olduğum bir hadisə kimi təsəvvür edirəm. Allah prezidentimizə can sağlığı versin. Bununla da Qərbi Azərbaycanın qayıdış məsələsini ortaya qoydu və bu gün hər birimizin borcudur. Tək Qərbi Azərbaycanlıların yox, bütün Azərbaycanın məsələsidir bu gün. Və mən buna inanıram ki, prezidentimizin köməyi ilə, onun dəstəyi ilə biz Qərbi Azərbaycana axır gedib özləri də bu baba yurdumuza çıxacaq. Ermənilər müxtəlif Fransada dəyək, sonra Avropa Birliyində, Avropanın müxtəlif yerlərində demək, Qərbi Azərbaycanla bağlı, ümumiyyətlə Azərbaycanla bağlı müxtəlif mənfi fikirlər ortaya qoyurlar. Və bizim Qərbi Azərbaycan icması buna çox tutarlı cavablar verir. Cavablar onlar üçün siqnaldır. İndiyə qədər olmamışıq, amma bugün biz varıq. Bugün biz də öz haqqımızı tələb eləməliyik, eləyə bilərik və eləyirik də. Bugün elə bir dövrdür ki, artıq əlinlə yaz, bunu göstər, belə bir dövr deyil. Bugün burada bir şey yazırsan, onu istədiyin yerə yaya bilirsən. Ona görə də bu gənclik özü xoşbəxtdir ki, belə bir dövrdə yaşayırlar, belə bir prezidentlə yaşayırlar. Bugün prezident bu yolu bu gənclər üçün açıb. Hər birimiz görürük ki, bugün qoyulan kadrların böyük əksəriyyəti gənclərdir. Gənclərimiz böyük iş görürlər. Böyük iş görürlər. Bu və ya digər formada demək, Qərbi Azərbaycan həqiqətlərini dünyaya yaymağa başlayıblar və yayırlar. Bu tək burada Azərbaycanda deyil, bu dünyanın müxtəlif şəhərlərində bunu görürük ki, hansı ki, ermənilər istəyir ki, deyək orada 24 aprel genosid məsələsini qaldırsınlar, bizimkilər orada buna mane olur. Yəni artıq bu yerin tapıb. Bugün doğrudan da Qərbi Azərbaycan haqqında, ermənilərin Azərbaycana gəlməsi haqqında nə vaxt gəlir, deyək ki, Türkmənçay Gülüstan müqaviləsi ilə 13-cü, 28-ci illərdə gəlməsi ilə bağlı həqiqətlər və çox həqiqətlər. Və bu dövrdə ermənilərin Azərbaycana qarşı 1905-ci ildə, 18-ci ildə, 53-cü ildə, yəni bunlar istənilən səviyyədə, dərsliklərdə öz yerini tapır. Ona görə də mən istəyərdim ki, bugün bilirsin, düşmənlə mübarizə aparırsansa, sənin əlində bir silahın olmalıdır. Əlində ən azından. Bu hardan başlayır? Məktəbdən başlayır. Ona görə də məktəb dərsliklərində bu mövzulara çox yer verilməlidir. Bax, bu məni qane eləmir ki, mövzu azdır. Düzdür, müsabiqələr keçirilir, amma bu deyil. Bu dərsliklərdə öz yerini tapmalıdır. Birinci, kəndə mən bircə günlük o kəndə, bütöv kəndə qayıtmaq imkanım olsa, gedərdim
qəbirstanlığa gedərdim. Orada demək, yatanları bizim də var, hər birimizin, onları ziyarət edərdim və oradan doğma məktəbə, hansı ki, mən bir tədris ili o məktəbdə işləmişim. Doğma məktəbə gedərdim, o işlədiyim siniflərdə belə dərdi, orada bir gəzərdim, bir öz keçmişimi yadıma salardım.